Salam, hər vaxtınız xeyirli olsun. Bu videoda üfüqün cəhətinin təyini, azimut, miqyas və coğrafi koordinatlar mövzusunun izahını verəcəyik. İlk öncə gəlin baxaq, üfüq nədir? Üfüq açıq sahədə yer səthinin gözlə görünən dairəvi hissəsinə deyilir. Baxın, burada yazılıb. Üfüqün cəhətinin təyin etmək üçün ta qədimdən insanlar müxtəlif alətlərdən istifadə etmişdilər. Hal-hazırda üfüqün cəhətinin təyin olunmasında ən əsas vasitə kimi biz kompasdan istifadə edirik. Bundan əlavə biz üfüqün cəhətini təyin etmək üçün qütb ulduzuna əsasən də təyin edə bilərik. Baxın, qütb ulduzuna görə təyin etmə. Biz bilirik ki, qütb ulduzu yalnızca şimal yarımkürəsində görünür və kiçik ayı bürcünün ən parlaq ulduzudur. Biz bu şəkildə verildiyi kimi əllərimizi yana açıb üzü qütb ulduzuna tərəf dursaq, şimala doğru durmuş oluruq. Arxamız olacaq cənub, sağımız olacaq şərq, solumuz olacaq qərb. Önümüz isə dediyim kimi şimal olacaq. Çünki qütb ulduzuna görə baxdığımıza görə. Üfüqün əsas və aralıq cəhətləri mövcuddur. Əsas cəhətlər şimal, cənub, şərq və qərb. Aralıq cəhətlər isə şimal-şərq, cənub-qərb, şimal-qərb, cənub-qərb. Və mikro cəhətlər də var burada. Mikro aralıq cəhətlər şimal, şimal-şərq, cənub, cənub-şərq, şimal, şimal-qərb, cənub, cənub-qərb olmaqla mikro elementlər də, mikro cəhətlər də verilmişdir. Üfüqün cəhətinin təyin olunmasında müxtəlif üsullardan istifadə olunur. Şimala olan istiqamətlə verilmiş obyekt arasında qalan bucaq azimut bucağı adlanır və azimut bucağı 0 ilə 360 arasında dəyişir. Saat əqrəbinin hərəkəti istiqamətində hesablanır. Burada cədvəldə üfüqün əsas və aralıq cəhətlərinin dərəcə qiymətləri, azimutları verilmişdir. Şimala olan istiqamətin azimutu 0 və yaxud da 360 dərəcədir. Şərq 90, cənub 180, qərb isə 270 dərəcə uyğun gəlir. Aralıq cəhətlərin azimutları şimal-şərqin 45, cənub-şərqin 135, cənub-qərb 225, şimal-qərb isə 315 dərəcəlik azimuta uyğun gəlir. Bizə burada lazım olacaq bir digər anlayış əks azimutun tapılması qaydasıdır. Əgər bizim getdiyimiz azimut 180 dərəcədən böyük olarsa, geri qayıdarkən tapmalı olduğumuz azimutu 180'ı çıxacaq. Əgər yox, getdiyimiz azimut 180'dan böyük olarsa, 180'dan kiçik olarsa verilmiş azimutun üzərinə 180 gəlirik. Yox, əgər getdiyimiz 180'dan böyük olarsa, verilmiş azimutdan 180 çıxırıq. Tutalım, burada belə bir azimut çəkirəm. Şimal, şərq, cənub, qərb. 0, 90, 180, 280, 270. Bizim əgər getdiyimiz azimut 180'dan kiçikdirsə, tutalım 30 dərəcəlik azimutla səyyah başlanğıc nöqtədən hərəkət etdi. 30 dərəcəlik azimutla. Geri qayıtdığım azimutu taparkən getdiyim 180'dan kiçik olduğuna görə verilmiş azimutun üzərinə 180 gələcəm. 30'un üzərinə 180 gəldikdə edir 210. Azimut olaraq 210, istiqamət olaraq cənub-qərb istiqamətinə uyğun gəlir. Burada məsələlərlə izah etməyə çalışmışam. Burada 80 dərəcəlik azimutla 10 kilometr məsafə qət edən səyyah çıxdığı məntəqəyə ən qısa yolla hansı azimutla gələr? Baxın, getdiyim azimut 80, 180'dan kiçik olduğuna görə geri qayıtmağını tapmaq üçün üzərinə 180 gələcək. 80 üzərinə 180 gəldikdə edir 260 dərəcə. 260 da cənub-qərb istiqamətinə uyğun gəlir. Tapşırıq 2. 200 azimutla 20 kilometr məsafə qət edən səyyah çıxdığı məntəqəyə ən qısa yolla hansı azimutla? Artıq burada getdiyim 200 dərəcəlik azimut 180 dərəcəlik azimutdan böyükdür. Geri qaydanı tapmaq üçün mən 200'dən 180'ı çıxacam. 200'dən 180'ı çıxdıqda qalır 20 dərəcə. 20 dərəcədə şimal-şərq istiqamətinə uyğun gəlir. Tapşırıq 3. Səyyah əvvəlcə 90 dərəcəlik azimutla 10 kilometr, daha sonra şimala 0 və yaxud da 360 dərəcəlik azimutla 5 kilometr məsafə qət etdi. O başlanğıc məntəqəyə hansı istiqamətdə qayıdar? Baxın, verilən hər iki istiqamətin əksini tapmaq lazımdır. Burada
Baxın, 90 dərəcəlik azimut deyirsə, 90-ın əksi 270-dir, qərb. Şimalın əksi isə cənub olduğundan geri dönüş istiqaməti olur cənub və qərb. Və yaxud da bunu hesablama ilə tapmaq da mümkündür. Buradan koordinat oxunu çəksəm. Baxın, ilk əvvəl 90 dərəcəlik azimutla deyirsə, bu istiqamətdə gedib. Daha sonra şimala doğru 0 dərəcəlik azimutla gedib 5 kilometr. O, başlanğıc məntəqə buradadır. Geri qayıtmaq üçün, baxın, bu istiqamətdə cənub-qərb istiqamətində qayıdacaq. Cənub-qərb də azimutu 225 dərəcəlik azimuta uyğun gəlir. Hər iki variantda ödəyir. Ya getdiklərinizin əksini götürə bilərsiniz. İlk əvvəl şərqə gedib 90 dərəcəlik azimutla. Şərqin əksi qərbdir. Sonra isə şimala gedib. Şimalın da əksi cənub olduğundan geri qayıtış istiqaməti olur cənub-qərb. Tapşırıq 4. 90 azimutla hərəkət edən səyyah bir qədər yol getdikdən sonra sola doğru 100 dərəcə meyilləndi. Səyyahın yeni istiqaməti hansı azimuta uyğun gəlir? Baxın, burada şəkillə çəkmişəm bunu. İlkin məntəqə buradadır. İlk əvvəl 90 dərəcəlik azimutla, baxın, sola doğru, yəni şərqə doğru 90 dərəcəlik azimutla getdi. 90 dərəcəlik azimutla bir qədər getdikdən sonra sola doğru, yəni bu istiqamətdə 100 dərəcə meyl etdi. Yəni indi mən gedib çatdığım məntəqəni tapmalıyam. Əvvəlcə 90-dan 100-ü çıxacam, çünki sola doğru 100 dərəcə meyl edib. Cavabım olur -10. -10 da baxın burada 360 yazmışam burada. 360-dan keçir şimal-qərbə doğru. 360-dan da 10 çıxdıqda qalır 350. 350 dərəcəlik azimutda üfüqün şimal-qərb istiqamətinə uyğun gəlir və o şimal-qərbə doğru hərəkət etmiş olur. Və geri qayıtdığım nöqtəni, baxın, bura qayıtmaq üçün də əlbəttə ki, cənub-şərq istiqamətində qayıtmalıyam. Miqyas. Plan və xəritə üzərində olan xəttin yer üzərindəki həqiqi xəttə olan nisbətinə miqyas deyilir. Biz bilirik ki, xəritədə miqyasın 3 növü var. Ədədi, izahlı və xətti. Ədədi miqyas rəqəmlərlə verilir. Mən bunu kilometrlə və yaxud da metrlə ifadə etsəm izahlı miqyas olur. Qrafik xətlə işarə etsəm artıq olur xətti miqyas. Baxın, ədədi miqyası izahlı miqyasa çevirərkən, əgər mənim çevirdiyim kilometrdirsə, mən ədədi miqyasdan 5 sıfır silirəm. Yox, əgər metrə çevirirəmsə 2 sıfır silirəm. Baxın, burada izahlı miqyas sadə şəkildə qeyd olunur və ədədi miqyası ilə xətti miqyası izah edir. Burada 500.000 ədədi miqyası verilib. Mən bunu izahlı miqyasa çevirsəm, buradan kilometrə çevirsəm 5 sıfır siləcəm, qalacaq 5. Yəni 1 santimetrdə 5 kilometr təsvir olunur. Xətti miqyas xəttin üzərində qeyd olunur. Biz xətti miqyasda əsas diqqət eləyəcəyimiz məqam sıfırdan sol tərəfdir. Sağ tərəf ona uyğun artır. Baxın, sıfırdan solda birinci xətti miqyasda 10 verilib. Sonda da kilometr yazılıb. Deməli, bizim miqyasımız 1 santimetrdə 10 kilometrdir. İkinci xəritədə, baxın, yenə sıfırdan sola baxırıq. 12 yazılıb, sonda kilometr yazılıb yenə. Deməli, izahlı miqyasımız olacaq 1 santimetrdə 12 kilometr. Üçüncüdə 8 yazılıb, sonda kilometr. Dördüncüdə 5 yazılıb, sonda yenə kilometr. Ən sonda isə 3 yazılıb, sonda yenə kilometr. Burada biz bunu tapa bilərik. Ədədi miqyas isə adından məlum olduğu kimi ədədlərlə yazılır. Baxın, burada yazılıb 5 milyon. Və dediyim kimi kilometrdə keçərkən 5 sıfır artırırıq. Metrə keçirərkən 2 sıfır artırırıq və yaxud da azaldırıq. Ədədi miqyası izahlıya çevirərkən kilometrə çeviririksə 5 sıfır silirik, metrə çeviririksə 2 sıfır silirik. Xəritədə həqiqi məsafə, xəritədəki məsafə və miqyasın tapılması qaydaları var. Xəritədəki məsafə, miqyas, həqiqi məsafə. Həqiqi məsafə tapılarkən xəritədəki məsafəni
buradan qeyd edim, həqiqi məsafə tapılarkən xəritədəki məsafəni vururuq miqyasa. Xəritədəki məsafə tapılarkən həqiqi məsafəni bölürük miqyasa. Miqyas tapılarkən həqiqi məsafəni bölürük xəritədəki məsafəyə. Bu düsturlardan istifadə edərək məsafələr tapılır. Və burada paletka üsulu verilib. Paletkanın 4 bütöv daması 1 kvadrat santimetrdir. Tutalım, belə bir məsələ çıxıb qarşımıza. Deyir, həqiqi məsafəsi, həqiqi sahəsi 100 kvadrat santimetr olan bir ərazi paletkada 48 bütöv dama ilə işarə olunmuşdur. Miqyası tapın. Əlbəttə ki, biz burada xəritədəki sahəni də ilk əvvəl bilməliyik. Biz qeyd etdiyim kimi 4 bütöv dama 1 kvadrat santimetrdirsə, 48 bütöv dama x. Burada x-i tapsam, 48-i 4-ə bölərəm 12. Deməli, xəritədəki sahəmiz 12 kvadrat santimetr olacaq. Baxın, burada verilib, miqyas bərabərdir, həqiqi məsafə bölünsün xəritə üzərindəki məsafə. Sahə miqyası ilə bağlı düsturlarda artıq kvadrat var. Burada həqiqi sahəni tapsam, düsturları qeyd edək. Xəritədəki sahəni vuracam miqyasın kvadratına. Xəritədəki sahə tapılarkən həqiqi sahəni bölərəm miqyasın kvadratına. Miqyas tapılarkən kök altında həqiqi sahə bölünsün xəritədəki sahə. Aldığım cavab kök altından çıxır və buna əsasən də miqyas qeyd olunur. Burada sahə ilə bağlı bir məsələ qeyd etmişəm. Baxın, burada deyir, 300 min miqyaslı xəritədə gölün sahəsi 10 kvadrat santimetr göstərilib. Gölün həqiqi sahəsini hesablayın. Gəlin baxaq. Dediyim kimi, həqiqi sahəni tapmaq üçün xəritədəki sahəni vuraram miqyasın kvadratına. Buradan ilk əvvəl miqyası izahlı miqyasa çeviririk. 5 dənə 0 silsək, qalır 3. Yerinə qoysaq, 3-ün bərabərdir. Xəritədəki sahə 10. Miqyasımız da qalmışdı 3. 3-ün kvadratı 9. Onu vururam 9-a 90. Deməli, gölün həqiqi sahəsi 90 kvadrat kilometr olacaq. Burada təhriflə bağlı bir qeyd var. Təhrif nədir? Gəlin ilk əvvəl buna baxaq. Bütün xəritələrdə biz bilirik ki, təhrif mümkündür. Yəni, qlobus səthini xəritə səthinə keçirərkən təhriflər yaranır. Məsafə, uzunluq, forma və bucaq təhrifi. Məsafə təhrifi də mümkündür. Biz bu təhrifi necə hesablayarıq? Təhrifi ilk əvvəl hesablamaq üçün koordinatlar boyu verilən məsafə ilə miqyas və xəritədəki məsafəyə əsasən verilən məsafə arasındakı fərqi tapmalıyıq. Burada misal üzərində gəlin biz buna baxaq. Deyir ki, 40-cı paralel üzərində 10 dərəcə məsafə 7 milyon miqyaslı xəritədə 12 cm göstərilmişdir. Məsafə təhrifini hesablayın. Baxın, 40-cı paraleldə deyir. 40-cı paraleldə biz bilirik 1 dərəcəlik qövsün uzunluğu 85.4 dərəcədir. İlk dəfə biz birinci növbədə nə edəcəyik? Dərəcə fərqinə əsasən məsafəni tapacaq. Aralarında baxın 10 dərəcə fərq var. Onu vursam 85.4-də qalacaq 854 kilometr. Deməli, dərəcə boyu məsafə 854 kilometrdir. Daha sonra isə miqyas və xəritədəki məsafəyə əsasən biz məsafəni hesablamalıyıq. Miqyası izahlı miqyasa çevirsək, buradan 5-0 silsək, qalır 70. 70-i 12-yə vurduqda edir 840 kilometr. Baxın, ilk dəfə koordinat boyu, yəni dərəcə fərqinə əsasən məsafəni tapdıqda hesablamışdıq 854 kilometr.
Burada isə 840 kilometr tapdıq. İkisi arasındakı fərq məsafə təhrifi olur. 854-dən 14-ü çıxdıqda 840-ı çıxdıqda qalır 14 kilometr. Deməli, məsafə təhrifimiz olur 14 kilometr. Burada belə bir məsələ var. Ərazinin sahəsi 200 min miqyaslı xətt üzərində yerləşdirilmiş paletkada 20 damaya uyğun gəlir. 20 bütöv dama uyğun gəlir. Ərazinin həqiqi sahəsini hesablayın. Yuxarıda qeyd etdiyim kimi 4 bütöv dama 1 kvadrat santimetrə uyğun gəlir. 20 dama isə x. Buradan x-i tapdıqda 20-ni 4-ə bölsəm qalır 5. Deməli, xəritədəki sahə 5 kvadrat santimetrdir. Miqyasımız da var. Miqyasdan 5 sıfır sildikdə qalır 2. Burada həqiqi sahəni tapsam, düsturda yerinə qoysam, həqiqi sahə bərabərdir. Xəritədəki sahə, yəni 20, xəritədəki sahə burada neçə verilmişdir? Tapdıq ki 5. Xəritədəki paletka ilə verilmişdir. Tapdıq bunu 5. 5-i vuracağıq miqyasın kvadratına, yəni 2-nin kvadratı, o edir 4. 5-i 4-ə vurduqda edir 20. Həqiqi sahəmiz olur 20 kvadrat kilometrdir. Burada baxın, təhriflə bağlı növbəti bir nümunə var. 39 şimal enliyi, 42 şimal enliyi arasındakı məsafə 3 milyon miqyaslı xəritədə 10 sm göstərilib. Məsafə təhrifini hesablayın. Yenə ilk növbədə dərəcə boyu məsafəni tapacağıq. Aralarında 3 dərəcə fərq var. Biri buradan çəksəm 39 şimal enliyindədir. Biri 42 şimal enliyindədir. Bunlar arasındakı məsafə meridian qövsünə uyğun gəldiyinə görə 3-ü 111-ə vuracam. Bayaq 85-4-ə vurmuşduq, çünki o paralel boyu idi. İndi burada meridian boyudur. 3-ü 111-ə vurduqda edir 333. Deməli, dərəcə boyu məsafə 333 kilometrdir. Bir dəfədə miqyas və xəritədəki məsafəyə əsasən hesablayaq. İlk növbədə miqyasdan 5 sıfır atılır. İzahlı miqyasa çevrilir. Qaldı 30. 30-u vursam xəritədəki məsafə, yəni 10-a edir 300 kilometr. Dərəcə boyu tapmışdım 333 kilometr. Xəritədəki məsafə və miqyasa əsasən tapdım 300 kilometr. Aralarındakı fərq 33 kilometrdir. Deməli, təhrifimiz olacaq 33 kilometr. Baxın, 40-cı paralel üzərində 7 qərb uzunluğu, 3 şərq uzunluğu, 7 qərb, 3 şərq arasındakı məsafə 4 milyon miqyaslı xəritədə 20 sm göstərilib. Yenə məsafə təhrifini hesablayın deyir. İndi burada 40-cı paralel boyu gedib. Biri 7 qərb, burada Greenwich, digəri isə 3 şərq. Fərqli yarımkürələrdə olduğuna görə ilk dəfə burada biz dərəcə fərqini tapsaq, aralarında 10 dərəcə fərq var. Onu vurduqda 40-cı paraleldə 1 dərəcəlik qövsün uzunluğu 85.4 kilometrdir. Baxın, onu vurdum 85.4-ə etdi 854 kilometr. Dərəcə fərqini əsasən tapdım. Bir dəfədə miqyas və xəritədəki məsafəyə əsasən tapıram. Miqyasdan yenə, baxın, burada 5 sıfır silirəm. Qaldı 40. 40-ı da xəritədəki məsafəyə vursam 20-yə, çünki həqiqi məsafə tapılarkən xəritədəki məsafəni vururuq miqyasa. 40-ı 20-yə vurduqda edir 800. Dərəcə boyu 854 tapmışdım. Miqyas və xəritədəki məsafəyə əsasən isə 800 tapmışdım. Aralarındakı fərq 54 kilometrdir. İkisi arasındakı təhrif 54 kilometr olacaq. Burada belə bir məsələ var. Deyir, uzunluğu 200 kilometr olan suvarma kanalı, miqyası 2 milyon olan xəritədə 10 sm göstərilmişdir. Miqyasın kəmiyyəti 2 dəfə artarsa, kanal xəritədə neçə santimetr göstərilər. Bunu bilmək lazımdır ki, burada baxın, miqyasın kəmiyyəti 2 dəfə artırsa, deməli miqyas 2 dəfə kiçilir. Əgər miqyas kiçilirsə, xəritədəki məsafə də kiçilməlidir. Miqyas neçə dəfə kiçilirsə, xəritədəki məsafə də o qədər kiçiləcək. Baxın, burada miqyasın kəmiyyəti artıb.
Baxın, miqyasın kəmiyyəti artıbsa, miqyas kiçilir. Biz bilirik ki, kəmiyyətlə miqyas tərs mütənasib əlaqədədir. Kəmiyyət artdıqca miqyas kiçilir. Burada kəmiyyət artıb olub 4 milyon. 4 milyon. Deməli, miqyas kiçilib neçə dəfə? 2 dəfə. Deməli, xəritədəki məsafə də 2 dəfə kiçiləcək. Çünki düz mütənasib əlaqədədir. Miqyas kiçildikcə xəritədəki məsafədə, sahədə kiçilir. Baxın, burada miqyasın kəmiyyəti 2 dəfə kiçilibsə, xəritədəki sahədə 2 dəfə kiçilməlidir. 10 sm idirsə, indi olacaq 5 sm. Sahədə biraz vəziyyət fərqlidir. Sahədə kvadrat olduğuna görə burada artıq miqyas neçə dəfə kiçilirsə, onun kvadratı qədər kiçiləcək. Və yaxud da miqyas neçə dəfə artırsa, onun kvadratı qədər xəritədəki sahədə artmış olacaq. Məsələ üzərində biz buna baxaq. Sahəsi 100 kvadrat kilometr olan göl 500 min miqyaslı xəritədə tərtib edilib. Miqyasın kəmiyyətini, baxın, 2 dəfə artırsaq, kəmiyyət artırsa, miqyas kiçilməlidir. Kəmiyyət artdı oldu 1 milyon. Deməli, miqyas kiçilib. Neçə dəfə? 2 dəfə. Deməli, xəritədəki sahə də kiçiləcək. Artıq 2 dəfə yox. Çünki sahədə kvadrat olduğuna görə 2 dəfə yox, 4 dəfə azalacaq. Məsafədə biz qeyd etdik ki, 2 dəfə azalırsa, xəritədəki məsafədə 2 dəfə azalacaq. Amma burada biz miqyasın kvadratı var axı. Miqyas 2 dəfə, kəmiyyət 2 dəfə artırsa, miqyas 2 dəfə kiçilirsə, xəritədəki sahə 2 dəfə yox, 2-nin kvadratı, yəni 4 dəfə azalacaq. Burada belə bir məsələ var. Deyir, miqyası 200 min olan adanın sahəsi 10 kvadrat santimetr göstərilib. Qlobal istiləşmə nəticəsində dünya okean səviyyəsi qalxmış və adanın 30% su altında qalmışdır. Hal-hazırda adanın sahəsini tapın. İlk növbədə biz xəritənin su altında qalmamış hissəsi ilə birlikdə ümumi sahəsini gəlin tapaq. Həqiqi sahə tapılarkən xəritədəki sahəni vururam miqyasın kvadratına. Buradan ilk növbədə miqyasdan 5 sıfır atılır. Qaldı 2. Yerinə qoysam, onu vuracam 2-nin kvadratı, yəni 4-ə. Edir 40 kvadrat kilometr. Adanın həqiqi sahəsi oldu 40 kvadrat kilometr. Və deyir, qlobal istiləşmə nəticəsində dünya okean səviyyəsi qalxmış və adanın 30%, yəni 40 kvadrat kilometrin 30% su altında qalıb. Biz buradan 40-ın 30%-ni tapsaq, 40-100% olarsa, tənasüb qursaq, x 30% olacaq. Buradan x-i tapdıqda edir 12. Deməli, 12 kvadrat kilometri su altında qalıb. Hazırda adanın sahəsi qalacaq 28 kvadrat kilometr. Çünki 40-ın 12 kvadrat kilometri su altında qalıb, 28 kvadrat kilometr isə suyun səthinə çıxmışdır. Horizontalların izahına baxırıq indi də. Horizontallar bir digər adı izohipslərdir. Biz relyefi burada işarələyirik horizontallar vasitəsilə. Yer səthindəki nahamarlıqların cəmi relyef adlanır. Xəritə üzərində relyefi təsvir edərkən müxtəlif rəng çalarlarından istifadə olunur. Planda isə biz bunu horizontallar vasitəsilə təsvir edirik. Horizontalın dediyim kimi bir digər adı da izohipslərdir. Mütləq hündürlüyə eyni olan nöqtəyə birləşdirən səlis əyri xətlərə deyirlər horizontal və yaxud da izohips. Baxın, burada horizontallar təsvir olunub 2 dənə. Biz verilmiş horizontalların relyef formasının təpəlik və yaxud da çökəklik olduğunu bilmək üçün horizontallar üzərinə perpendikulyar çəkilmiş berg-ştrixlərə fikir verməliyik. Əgər berg-ştrix, baxın, burada birinci xəritədə göstərildiyi kimi kənara doğrudursa, verilmiş relyef forması təpəlikdir. Baxın, buradakı kimi. Yox, əgər ikinci şəkildəki kimi mərkəzə doğru çəkilərsə berg-ştrixlər, deməli relyef forması çökəklikdir. Biz berg-ştrixlərə əsasən səthin axın istiqamətini, meylliliyini, suların axın istiqamətini
müəyyən edə bilərik. Baxın, əgər burada da qeyd olunub, çölə doğrudursa hündürlük kənar horizontala doğru azalır. Əgər 5 içəri doğrudursa hündürlük kənar horizontala doğru artır. Qoyuluşu horizontallar arasındakı hündürlük fərqi kəsmə yüksəklik adlanır. Burada baxın, birinci horizontalla ikinci horizontal arasındakı bu boşluq kəsmə yüksəklik adlanır. Və relyefin, baxın, bu horizontallar daxilində kəsmə yüksəklik eyni olur. Hər yerində eyni olacaq. Burada mütləq hündürlük, nisbi hündürlük anlayışları var. Mütləq hündürlük dəniz səviyyəsindən ölçülən hündürlükdür. Nisbi hündürlük isə iki nöqtə arasındakı hündürlük fərqinə deyilir. Nisbi hündürlük ölçülür nivelir vasitəsilə, mütləq hündürlük isə barometr cihazı ilə ölçülür. Burada yamacın meylliliyi məsələləri var. Yamacın meylliliyini tapmaq üçün, baxın, nə edərik? Baxın, iki nöqtə arasında hündürlük fərqi, baxın, A və B arasındakı hündürlük fərqi buradır. İkisi arasındakı məsafə isə Y-dir. Meyillilik hesablanarkən sadə qaydada meyillilik bərabərdir. X-ı, yəni kiçik məsafəni, iki nöqtə arasındakı hündürlük fərqini onlar arasındakı məsafəyə bölürəm. Əgər faizlə soruşursa vururam 100%. Bu qədər sadə. Yəni kiçik məsafə X, onlar arasındakı məsafə Y-ə bölürük. Faizlə soruşursa vururuq 100%. Burada baxın, verilmiş horizontalda kəsmə hündürlük 20 metr olarsa, kənar horizontalın hündürlüyünü müəyyən edin. Baxın, ilk növbədə biz baxırıq ki, verilmiş relyef forması təpəlikdir. Niyə? Çünki burada baxın, rəqəmlər aşağıdan yuxarıya doğru yazılıb. Deməli, yuxarıya doğru hündürlük artır. Deməli, verilmiş relyef forması belə bir relyef formasıdır. 302 ən yuxarıdadır. Belə relyef formalarında daxili horizontalı, yəni bunu tapmaq üçün verilmiş təpəlikdən kiçik, kəsmə yüksəkliyə tam bölünən birinci rəqəm daxili horizontal olacaq. Yəni 302-dən kiçik 20-yə tam bölünən ilk ədəd daxili horizontalın, yəni A-nın hündürlüyü olacaq. Burada A daxili horizontaldır, B isə xarici horizontaldır. A-nın hündürlüyünü tapsaq 302-dən kiçik 20-yə tam bölünən ilk ədəd 300-dür. Deməli, A-nın hündürlüyü olacaq 300. Bizdən kənar horizontalın hündürlüyünü soruşur. Bura olacaq 280, 260, 240. 20 çıxa-çıxa gedirik və B-nin hündürlüyü də olacaq 240 metr. Burada isə çökəklik təsvir olunub. Çökəklikdə isə baxın, burada -17, 5 ştrixlər də daxilə doğru verilmişdir. Deməli, verilmiş relyef forması çökəklikdir, yəni belə bir relyef formasıdır. -17 ən aşağıda olan hissədir. A daxili horizontaldır burada. Burada isə hündürlükdən tərsinə bir əməliyyat gedir. Verilmiş çökəklikdən böyük, kəsmə yüksəkliyə tam bölünən birinci rəqəm daxili horizontalın qiyməti olacaq. Baxın, çökəkliyin dərinliyi -17 verib burada. Deməli, -17-dən böyük, kəsmə yüksəklik, yəni 30-a tam bölünən birinci rəqəm bizim daxili horizontalın A-nın hündürlüyü olacaq. -17-dən böyük, 30-a tam bölünən birinci rəqəm 0-dır. Bəzən burada çaşqınlıq yaşayırlar, -17-dən böyük, -30-u götürürlər. Xeyr, -17-dən böyük deyirsə, bu 0-a yaxınlaşmalıdır. Və yaxud da 30 da deyil. Çünki 0 da 30-a tam bölünür, alınır 0. Deməli, -17-dən böyük, 30-a tam bölünən birinci rəqəm 0 oldu. A-nın hündürlüyü olur 0 metr. Kənar horizontalı da soruşsa, yəni bu horizontalı, bura olacaq 30, bura olacaq 60. Burada bizdən kəsmə hündürlüyün 40 metr olduğunu nəzərə alıb, sxemə əsasən dağın nisbi hündürlüyünü hesablamağı tapşırır. Baxın, burada verilmiş relyef forması dağdır, təpəlikdir.
Niyə? Çünki beyk ştrixlər kənara doğrudur. 415 buradan yazsam ən hündürdə duran nöqtədir. Bundan hündürdə bir nöqtə yoxdur. Deməli biz 415-dən kiçik kəsmə yüksəkliyə tam bölünən birinci rəqəmi götürməliyik. Çünki verilmiş relyef forması dedim ki, təpəlikdir. 415-dən kiçik 40-a tam bölünən birinci rəqəm 400-dür. H1 olur, baxın bu, 400 metr. İndi H2-ni tapaq. Aralarında 1, 2, 3 dənə boşluq var. 3-ü 40-a vurduqda 120, 400-dən 120 çıxdıqda qalır 280 metr. H2-nin də o hündürlüyü oldu 280 metr. Bizdən nisbi hündürlüyü soruşur. Nisbi hündürlüyü tapmaq üçün burada 415-dən 280-ı çıxacaq. Olur 135 metr. Bizdən desəydi H1 ilə H2 arasındakı 400 dənə. Amma nisbi hündürlüyü soruşduğuna görə mərkəzdəki 415 ilə kənar horizontal arasındakı hündürlük fərqini tapacağıq. 415-dən H2-ni, yəni 280-ı çıxırıq, qalır 135 metr. Burada meyilliliklə bağlı bir məsələ verilib. Buradan çəksəm yenə kiçik məsafə x, böyük məsafə y. İki məntəqə arasında hündürlük fərqini verib 200 metr. Məsafə isə 4 kilometrdir. Meyillilik faizlə hesablayın. Baxın, ikisi arasında hündürlük fərqi x-dır. Yəni 200 metrdir. Kiçik məsafə. Onlar arasındakı məsafə isə y-dir. Yəni 4 kilometr. Metrə çevirsək 4000 metr. Faizlə tapın deyir. Vurmalıq 100%. Yəni 200-ü bölərəm 4000-ə. Faizlə soruşduğuna görə vuraram 100-ə. Cavabımız olacaq 5%. Deməli, meyillilik 5%dir.